Salam əziz izləyicilər. Bugün natural ədədlər mövzusunun 3-cü hissəsinə davam edirik. Bugün keçəcəyik sadə və mürəkkəb ədədlər. Birinci sadə ədədlərdən danışaq. Sadə ədədlər özünə və ya birə bölünən ədədlərə deyilir. Deməli, ədədimiz əgər yalnızca özünə və birə bölünürsə, deməli sadə ədəddir. Məsələn, 2. 2 həm özünə bölünür, həm də birə bölünür. Məsələn, 3 özünə bölünür və birə bölünür. 5 5-ə bölünür və birə bölünür. Əgər yalnızca bölənləri özü və birdirsə, onlara deyirik sadə ədədlər. Sadə ədədlər sonsuz saydadır, çünki sadə ədədlər natural ədədlərin bir hissəsidir. 2-dən başlayaraq 2, 3, 5, 7, 11, 13, 17, 19, 23 və s. bu şəkildə sonsuza qədər davam edir. Ən kiçik sadə ədəd 2-dir. Yadımızda saxlayaq. Və 2 yeganə cüt ədəddir ki, sadə ədəddir. Yerdə qalan cüt ədədlərin hamısı mürəkkəb ədədlərdir. Bəs mürəkkəb ədədlər nəyə deyilir? Mürəkkəb ədədlər odur ki, həm özünə bölünsün, həm birə bölünsün, həm də başqa bir ədədə bölünsün. Yəni, 2 dənə böləndən artıq böləni varsa, ona deyirik mürəkkəb ədəd. Yəni, həm özünə bölünsün, bir də qeyd edirəm, həm birə bölünsün, həm də başqa bir ədədə bölünsün. Bunda deyirik ki, mürəkkəb ədəddir. Məsələn, 4. 4 özünə bölünür, birə bölünür və 2-yə bölünür. 6 özünə bölünür, birə bölünür, 2-yə bölünür, 3-ə bölünür. Əgər çoxlu bölənləri varsa, deməli mürəkkəb ədəddir. Mürəkkəb ədədlər 4-dən başlayır. 4, 6, 8, 9, 10, 12, 14, 15 və s. bu şəkildə sonsuza qədər gedir. Ən kiçik mürəkkəb ədəd 4-dür. Fikir verirsinizsə, heç biri birdən başlamadı. Çünki 1 nə sadədir, nə də mürəkkəbdir. Heç birinə aid deyil. Yadınızda saxlayın. Baxaq indi bu ədədlər sadədir yoxsa mürəkkəbdir. Videonu bu hissədə dayandırın. Birinci siz fikirləşin, sonra isə izaha baxa bilərsiniz. 37 sadə ədəddir. Çünki yalnızca özünə və birə bölünür. Buna görə 37 sadədir. 42 mürəkkəb ədəddir. Nəyə görə? Çünki 42 cüt ədəddir. Deməli, avtomatik olaraq 2-yə bölünürsə, deməli, başqa bir ədədə də bölünəcək. Çünki 2-yə böləndə 21 eləyir. Deməli, 42 2-yə bölünür, 21-ə bölünür. Ən azı, yəni 2 dənə heç olmasa başqa vuruğu var. Onda deməli, 42 mürəkkəbdir. 45 sonu 5 ilə bitirsə, deməli, 5-ə bölünür. 5-ə bölünürsə, deməli, başqa bir ədədə də bölünür. Məsələn, 9. 5-ə bölənə 9 elədiyinə görə, demək ki, 45 9-a da bölünür. Avtomatik olaraq deyirik ki, 45 mürəkkəbdir. 23. 23 sadədir, çünki yalnızca özünə və birə bölünür. 67 sadədir, çünki yalnızca özünə və birə bölünür. 80. 80 cüt ədəddir, 2-yə bölünür. 2-yə bölünürsə, deməli, başqa bir ədədə də bölünəcək. 80-i 2-yə böləndə 40 eləyir. Deməli, avtomatik olaraq 2 dənə ən azı böləni varsa başqa, deməli, bu mürəkkəb ədəddir. Deməli, çoxlu bölənləri olan ədədlər mürəkkəb ədədlərdir. Yalnız özünə və birə bölünən ədədlər sadə ədədlərdir. Gəlin indi sadə vuruqlara ayırmağa baxaq. Sadə vuruqlara ayırmaq o deməkdir ki, ədədi sadə vuruqların hasili şəklində göstərmək deməkdir. Yəni, məsələn, bizə bir ədəd verilir. Tutaq ki, 60. 60-ı sadə vuruqlara ayırmaq üçün yanından bir xətt çəkirik və sağ tərəfdə sadə ədədlərə bölə-bölə gedirik. Nəticədə burada sol tərəfdə 1 alınana qədər bu prosesi davam etdiririk. Yadınızda saxlayın, yalnızca sadə ədədlərə bölə bilərik. Mürəkkəb ədədlərə bölmək olmaz. Məsələn, 60 6-ya da bölünür, 10-a da bölünür. Məsələn, 12-yə də bölünür. Amma 60-ı 6-ya, 10-a, 12-yə bölmək olmaz. Nəyə görə? Çünki bunlar mürəkkəb ədəddir. Bəs biz nə deyirik? Sadə vuruqlara ayırmaq. Yəni, sadə ədədlər olmalıdır uşaqlar. Buna görə də 60-ı, məsələn, 2-yə bölə bilərik, 3-ə bölə bilərik.
və yaxud da 5-ə bölə bilərik. Mən birinci istəyirəm ki, 60-ı 2-yə bölüm. 60-ı 2-yə bölərəm, alınar 30. Alınan cavabı sol tərəfdə yazıram. 30-u 3-ə bölə bilərəm məsələn. 3-ə bölərəm, 10 alınar, yenə sol tərəfdən yazaram. 10-u 2-yə bölə bilərəm, 5 alınar, yenə sol tərəfdən yazaram. 5-i də yalnızca 5-ə bölə bilərəm, cavab eləyir 1 və 1-i sol tərəfdə yazıb dayanıram. Artıq sağ tərəfə də 1 yazmıram təzədən, o səhvdir. Deməli 60 bərabərdir 2 vur 3 vur 2 vur 5 şəklində göstərilə bilər. Bax, buna deyirik sadə vurğulara ayırmaq. Həqiqətən 2-ni 3-ə vuranda 6 eləyir, 6-nı 2-yə vuranda 12 eləyir, 12-ni də 5-ə vuranda 60 eləyir. Bax, bu oldu 60 ədədinin sadə vurğulara ayrılışı. İndi isə videonu bu hissədə dayandırın. Lövhədə qeyd etdiyim ədədləri siz özünüz sadə vurğulara ayırın. Daha sonra isə izaha baxmağa davam edə bilərsiniz. Uşaqlar, bir şey də deyim ki, əgər ədədlərimiz cütdürsə, avtomatik olaraq 2-yə bölünə bilər. Yəni, çünki demişik ki, cüt ədədlər 2-yə qalıqsız bölünür. Yəni, uzun-uzadı fikirləşməyə ehtiyac yoxdur. Əgər görürüksə cüt ədəddir, deməli 2-yə bölə bilərik. 40-ı 2-yə bölərik, alınar 20. 20 cüt ədəddir, 2-yə bölünər, 2-yə bölərəm, alınar 10. 10-u 2-yə bölə bilərəm, alınar 5. 5-i 5-ə bölərəm, alınar 1. Bu oldu sadə vurğulara ayrılış. Daha sonra 24. 24-ü də yenə cüt ədəddir, 2-yə bölə bilərəm. Cavab olar 12. 12-ni də 2-yə bölə bilərəm, 6. 6-nı 2-yə bölərəm, 3. 3-ü də 3-ə bölərəm, 1. Bax, indi biz 40-ı belə yazırıq. 40 bərabərdir 2 vur 2 vur 2 vur 5. 24-ü yazırıq. 24 bərabərdir 2 vur 2 vur 2 vur 3. Bunlara deyirik sadə vurğulara ayrılış. İndi isə gəlin sadə vurğuların, sadə bölənlərin və natural bölənlərin sayının tapılmasına baxaq. Deməli, uşaqlar, əgər bizdən 40 ədədinin sadə vurğularının sayını istəyirsə, bu sağ tərəfdə nə görürüksə, hamısının sayını cavab olaraq götürürük. Məsələn, burada neçə ədəd var sağ tərəfdə? 1, 2, 3, 4. 4 dənə deməli sadə vurğu var. Deməli, sadə vurğuların sayı dediyi zaman bütün vurğuların hamısını götürürük. Cavab olacaq 4. Əgər sadə bölənlərin sayını istəyirsə, o zaman sadə vurğulardan müxtəlif olan ədədlərin sayını götürürük. Məsələn, burada neçə müxtəlif ədəd var? 2 və 5 var, düzdürmü? 2 və 5, yəni 2 dənə müxtəlif ədəd var. Buna görə də sadə bölənlərin sayı olacaq 2. Yəni, mötərizədə yazıram, sadə bölənlərin sayı, yəni müxtəlif olanlar. Deməli, 2 dənə müxtəlif ədəd olduğuna görə sadə bölənləri 2-dir. Natural bölənlərin sayı isə baxırıq ədədlərimizə. 2 və 5 var, doğrudurmu? 2-dən neçə dənədir? 3 dənədir. 3 dənə 2 var. Yazırıq 2 üstü 3. 2 üstü 3. 5-dən neçə dənədir? 1 dənədir. Yazırıq 5 üstü 1. Yəni, baxın, bunu kənardan göstərsək, burada biraz qarışıqlıq oldu. Məsələn, 40-ı göstərmək istəsək, necə yazırıq? 3 dənə 2, 1 dənə 5, düzdürmü? 2 üstü 3, 3 dənə olduğuna görə qüvvətinə 3 yazıram. Vurulsun 5 üstü 1, çünki 5-dən 1 dənədir. Üstünə də 1 yazıram. Baxın, natural bölənləri tapdığımız zaman həmin bu qüvvətə yazdığımız ədədləri, yəni 3-ü və 1-i bir vahid artırırıq və bir-birinə vururuq. Məsələn, 3-ü bir vahid artıranda nə alınır? 4 alınır. 1-i bir vahid artıranda nə alınır? 2 alınır. Həmin bu 4 ilə 2-ni bir-birinə vururuq, cavab olur 8. Deməli, natural bölənlərinin sayı 8-dir. Bir daha təkrar edirəm. Qüvvətə yazdığımız ədədləri bir vahid artırıb bir-birinə vururuq. Qüvvətə yazdığımız ədədlərdə sadə vurğuların sayıdır. 40-da 2-lərin sayı 3 dənədir. Ona görə 2 üstü 3 yazırıq. 5-lərin sayı 1 dənədir. Ona görə 5 üstü 1 yazırıq. Tam bölənlərin sayını istədiyi zaman isə natural bölənlərin sayını 2-yə vururuq. Yəni 8 vurulsun 2 bərabərdir 16.
Hər zamanmı 2-yə vururuq? Bəli, hər zaman tam bölənləri tapanda natural bölənlərin sayını 2-yə vururuq. Cavab olacaq 16. İndi isə gəlin 72-ni sadə vuruqlara ayıraq və bayaq dediklərimi 72 ədədi üçün tapaq. 72-ni 2-yə bölə bilərəm, çünki cüt ədəddir, 36. 36-nı 2-yə bölərəm, 18. 18-i 2-yə bölə bilərəm, 9. 9-u 3-ə bölərəm, 3. 3-ü də 3-ə bölərəm, 1. Deməli, 72-ni necə yazarıq? 72 bərabərdir 2 üstü 3, çünki 3 dənə 2 var. Vurulsun 3 üstü 2. Nəyə görə? Çünki 2 dənə 3 var. Baxın, 3 dənə 2 olduğuna görə 2 üstü 3 yazırıq. 2 dənə 3 olduğuna görə 3 üstü 2 yazırıq. Buna deyirik sadə vuruqlara ayrılış. İndi baxaq sadə vuruqların sayına. Sadə vuruqların sayını tapanda nə edirdik? Hamısını sayırdıq. Burada neçə ədəd var? 5 ədəd var. Deməli, 5 dənə sadə vuruğu var. Sadə bölənlərin sayı isə müxtəlif olanlar idi. Müxtəlif neçə ədəd var? 2 dənə müxtəlif ədəd var. 2 və 3. Yalnız 2 müxtəlif ədəd olduğuna görə sadə bölənlərin sayı olacaq 2. Natural bölənlərin sayını tapdığımız zaman isə qüvvətdə nə yazmışıq? 3 və 2. 3-ü bir vahid artıranda nə alınır? 4 alınır. Vurulsun. 2-ni bir vahid artıranda nə alınır? 3 alınır. Bərabərdir 12. Bir daha təkrar eləyirəm. Qüvvətə yazdığımız ədədləri 3-ü və 2-ni hər birini bir vahid artırıb bir-birinə vururuq. Cavab olur 12. Tam bölənləri tapdığımız zaman isə natural böləndə aldığımız cavabı 2-yə vururuq. Yəni 12 vur 2 olacaq 24. İndi isə danışaq qarşılıqlı sadə ədədlərdən. Qarşılıqlı sadə ədədlər olur ki, ortaq böləni yalnız 1 olsun. Deməli, bizə 2 ədəd veriləcək. Əgər həmin 2 ədədin ortaq böləni yalnızca 1-dirsə, deyirik ki, bu ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, 4 və 9. 4 və 9-un ayrı-ayrılıqda bölənləri çox sayda ola bilər. Məsələn, 4 4-ə bölünür, 2-yə bölünür, 1-ə bölünür, 9 9-a bölünür, 3-ə bölünür, 1-ə bölünür. Bölənlərinin sayı çox ola bilər. Amma bizə lazımdır ki, ortaq bölənləri yalnız 1 olsun. Əgər 2 ədədin ortaq böləni yalnız 1-dirsə, onlara deyirik ki, qarşılıqlı sadə ədədlərdir. Deməli, 4 və 9 qarşılıqlı sadə ədəddir. Amma, məsələn, 4 və 6 qarşılıqlı sadə ədəd ola bilməz. Nəyə görə? Çünki ortaq bölənləri həm 1-dir, həm də 2-dir. Artıq başqa bir ortaq bölənləri var. Ona görə bunlar qarşılıqlı sadə ədəd ola bilməz. Məsələn, ola bilər 8 və 15. 8 və 15-in ortaq bölənləri yalnızca 1-dir. Deməli, 8 və 15 qarşılıqlı sadə ədədlərdir. Məsələn, 9 və 12 götürək. 9 və 12 qarşılıqlı sadə ədəd deyil. Nəyə görə? Çünki 9 və 12-nin ortaq böləni həm 1-dir, həm də 3-dür. Hər ikisi həm 1-ə, həm də 3-ə bölünür. Buna görə qarşılıqlı sadə ədəd ola bilməz. Qarşılıqlı sadə ədədlər ortaq böləni yalnız 1 olan ədədlərdir. İndi isə videonu bu hissədə dayandırın və hansı ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu tapın. Daha sonra isə videonu izləməyə davam edə bilərsiniz. Deməli, baxaq. 28 və 30 qarşılıqlı sadə ədəd deyil. Nəyə görə? Çünki 28 və 30 hər ikisi də 2-yə bölünür. Hər ikisi də 2-yə bölündüyü üçün qarşılıqlı sadə ola bilməz. 16 və 15. Bəli, qarşılıqlı sadədir. Çünki ortaq bölənləri yalnızca 1-dir. 30 və 77. Bəli, qarşılıqlı sadədir. Çünki ortaq bölənləri yalnız 1-dir. 20-25. Qarşılıqlı sadə deyil. Çünki hər ikisi də 5-ə bölünür. Başqa bir ortaq bölənləri olduğuna görə qarşılıqlı sadə ədəd deyil. Mövzu izahımızın 3-cü hissəsi burada yekunlaşır. Digər izahları izləmək üçün, həmçinin bundan əvvəlki izahlara da baxmaq üçün səhifəyə keçid edə bilərsiniz. Eyni zamanda qeyd etdiyim sosial şəbəkə hesablarından bizi izləyərək müxtəlif misalların, məsələlərin həllərinə də baxmaq imkanınız var.
Qeyd edim ki, gələn hissədə əbob, əkobun tapılması qaydalarını və müxtəlif misalları izah edəcəyəm. İzləmədə qalın. Hələlik sağ olun.